Yas yerinde yemek yemek ne sebebe göre olmaz? Yas yerinde ne için yemek yemeyi olmaz? Birincisi, yas yeri deyilen bir şey yoktur. Yani yas için xüsusi bir yer düzəltmək və yaxud hansısa bir məclis və s. Bu əməl bizim dinimizdə yoxdur. Yəni sahabələr, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövrü, ondan sonra sahabələr, tabiinlər, bunların dövründə də ölənlər olub və biz heç birində görmürük ki, hansısa bir xüsusi bir yer düzəltsinlər. Orada xüsusi yas üçün, məsəl üçün ayrıca bir mağar və yaxud hansısa bir çadır düzəltsinlər və insanlar gəlib orada oturub nəsə yemək yesinlər. Sünnəyə uyğun odur ki, ölən insanın özün ailəsinə kənardakılar, kənar insanlar, qonşular, qohumlar yemək bişirib aparmalıdırlar. Sünnəyə uyğun budur. Və necə ki, bizim indi bir çox rayonlarda, bir çox baxırıq ki, bu adət qalıb. Bəzilərində qalıb. Bir insan, yəni vəfat edən insan ailəsi üçün qonşular və qohumlar yemək bişirib gətirirlər ki, onların başına müsibət gəlib, onlar indi öz müsibətləri ilə başı qarışıb və onlara yemək bişirib həm özləri yesinlər, həm də ki, kimsə gəlibsə onların evinə və s. qohumlar və s. yesinlər. Amma niyə görə olmaz? Çünki dinimiz buyurmayıb bunu. Burada həmçinin demək, ölən insana çətinliyə salırıq. Vəfat edən insanın demək, ailəsi bilmir ki, ölən üçün dərd çəksin, ölən üçün kədərlənsin, yoxsa gələnləri yola vermək üçün bununla məşğul olsun. Gedir, eləsi var göngə kəsir, eləsi var müəyyən pul verib, mahar gətizdirirlər, quraşdırırlar və s. Bu, həmin ölən insanın ailəsini çətinliyə salmaqdır. Ona görə də bu səbəblərə görə olmaz. Həm ölən insan da bilməlidir ki, yəni elan eləməlidir ki, belə bir şey olmayacaq və gələn insanlar da bilməlidir ki, yəni yeməyə gəlməməlidir. Gəlib başsağlığını verib getməlidir.